Qadın bir addım geridədir kişidən. Həzm eləyə bilmirlər. Deyirəm, harda bərabərsiz? Elmdə, ədəbiyyatda, idmanda, Konfutsi bunu deyir, Vedalar bunu deyir. Buna elə qaz verdilər ki, indi qadın olmaq istəmir. Biraz da qaz mən verim. Platon. İnsan fəaliyyətində elə bir sahə yoxdur ki, kişi üçün uyğun, qadın üçün isə uyğunsuz olsun. Aristotel. Kişi və qadın arasında fəzilət baxımından heç bir fərq yoxdur. Onlar eyni dərəcədə xeyrə can atmalıdırlar. Bəs Sokratın müəlliminin adının Aspasiya Miletska olduğunu bilirdiniz? Yox. Çünki kişilərin qolu güclüdür. Eksperiment göstərdi ki, həlli olmayan məsələ qarşısında məktəbli qızlar daha tez təslim oldular, oğlanlar isə yox. Niyə məktəbi qızıl medalla qızlar bitirirlər, amma Nobel mükafatlarını kişilər alırlar? Niyə şirkətlərin cəmi 8%-ni qadınlar idarə edir? Kişilər daha öndədir? Xeyr. Uşaq vaxtı qızları bu cür, oğlanları isə bu cür böyüdüb, böyüyəndə onlardan eyni performans tələb etmək haqsızlıqdır. Uşaqlıqdan qızları sən nə gözəlsən, sən nə ağıllısan sözlərlə böyüdərək onları ideal olmağa məcbur edirik. Onlar nöqsanlı olmaqdan qorxurlar. Oğlanları isə mərd, cəsarətli və dözümlü böyüdülür. Bəs buna görə də böyüyəndə sanki həlli olmayan çətin məsələlər qarşısında daha çox qadın aciz qalır, nəinki kişi. Düzdür, bizim beyin quruluşumuz fərqlidir, amma yeganə fərq odur ki, eyni problemə başqa bucaqlardan baxırıq. Əziz xanımlar, inanmayın. Əziz atalar, qardaşlar, dayılar, əmilər, heç vaxt qızlara deməyin ki, sən kimdənsə geridəsən, sən nəyisə bacarmayasan. Qızları nazlı olmaqla bərabər mərd və cəsarətli olmağı öyrətməliyik. Çətin məsələlər qarşısında təslim olmamağı öyrətməliyik. Utandım mən o videonu görəndə. Qızım, yoldaşım, anam o videonu görsə, eşitsə, nə hissləri keçirəcək ondan qorxdum. Ən çox təsir edən bilirsiniz nədir? Sənin himayəndə olan, səndən asılı olan adama mən səndən öndəyəm demək. Mən öndəyəm deyirsənsə, artıq geridəsən.